1988-ci ildə Qərbi Azərbaycanda soydaşlarımızı cənginə alan Qanqada Bilman Məmmədovun evinə od alovla gəldi. Quldur daşnaqlar gecənin birində onun Vedibasar mahalının Kiçik Vedi kəndindəki evinə od vurdular. 16 yaşlı oğlu Şaiqin ata ocağında qurduğu xəyallar da kitab dəftəri ilə birgə yandı. Gecə saatları idi, evdə evin arxa pəncərəsindən qəfil şüşə qırıntısının səsini eşitdim və dərhal qalxıb otağa keçdikdə otağın artıq alov içində olduğunu gördüm. Ermənilər yandırıcı butulkanın içinə yandırıcı mayeni doldurub küçə tərəfdən atmışlar evə. Nəticədə evimiz çox belə acınacaqlı bir halda gözlərimizin qarşısında yandı, gözümüz görə-görə kül oldu. Bilman Məmmədov yüz minlərlə həmyerlisi kimi evsiz, eşiksiz qalıb Azərbaycana üz tutdu. 10-cu sinifi Şəmkir rayonunda bitirdim. 1991-ci ildə Sovet ordusu sıralarına xidmətə çağırıldım. Qarabağ hadisələri artıq qızışmışdı və beləliklə də bütün Azərbaycanlı övladları kimi mən də Rus ordusundan yarımçıq olaraq vətənə döndüm və Azərbaycan ordusunda xidmətimi davam etdirməyə başladım. Bu o vaxtlar idi ki, erməni faşistləri Xocalı soyqırımını törətmişdi. Rayonun 10.302 sakinindən yalnız 5.000-ə yaxını salamat qurtula bilmişdi. Dişi qana batan haylar kəndlərimizi viran qoyur, ərazilərimizi bir-bir işğal edirdi. 1992-ci ilin aprel ayında hərbisiyə ilk döyüş tapşırığı verildi. Və biz Ağdərə rayonuna getdik. Bizə dedilər ki, qarşımızdakı təpəliyin üstündə olan postları biz götürməliyik. Bir saata yaxın biz dağ yuxarı çıxdıq. Amma qarşıda bizi nə gözləyirdi, ondan məlumatımız yox idi. Birdən qəfil bir güllə açıldı. Hamımız dərhal uzandıq yerə. Təbii ki, güllədən sonra hamı mövqələndi və güclü atışma başladı. Təxminən bəlkə də deyərəm, bir saat yarım atışdıq. İçimizdə yaralananlar oldu. Biz o yaralıları təxliyə eləmək üçün artıq aşağı eniş etmək məcburiyyətində qaldıq. Şəxsiyyətin mövcudluğu yoxlanıldı və bu zaman aşkar olundu ki, 7 nəfər aramızda yoxdur. Təbii ki, biz bu tapşırığı yerinə yetirməli idik. Bizə qoyulan tapşırıq nəyin bahasına olsun yerinə yetirilməli idi. Biz o mövqeyini götürməli idik və eyni zamanda da bu 7 nəfərin də axtarışı labüd idi. Düşmən snayperi itkin düşən 7 nəfərin axtarışına imkan vermirdi. Döyüşçülərimiz havanın qaralmasını gözləmək məcburiyyətində idilər. Şəhidlərimizi təxliyə eləyəndən sonra verilən tapşırığı yerinə yetirmək üçün yenidən mövqeyə, yəni o meşəyə qayıtdıq. Artıq 2 gün öncəki döyüşdən nəticə çıxarmışdıq. Artıq qan görmüşdük. Biraz da qisas hissi artıq bizdə, əsgərlərimizdə biraz da artıq ruh yüksəkliyi yaratmışdı. Axşamki döyüşdən sonra düşmənin orada mövqelənməsi bizə əsas verirdi ki, deyək ki, yəni buradan biz geri dönməyə də bilərik. Amma başqa yolumuz da yox idi. Biz getməli idik. Beş saatdan sonra biz onları tapdıq. Çox təəssüflər ki, onlar şəhid olmuşdular. Onların üzərində çox ağır işgəncə yerləri var idi.
Gözləri çıxarılmışdı, qulaqları kəsilmişdi. Burunları yox idi, sifətlərində demək olar ki, insan sifəti qalmamışdı. Biz onları ancaq paltarlarından müəyyən edə bildik ki, bunlar kimlərdir. Səhərsi günü həmin yüksəklik uğrunda yenidən hücuma başladıq. Biz qalxanda erməni faşistləri yüksəkliyi qoyub qaçmışdılar. Gözlədik, gecə oldu, dağın başında hamımız okoplarımızı qazdıq, döyüş mövqəsini gözlədik. Küskünlü hava, dağa yuxarı çıxmışıq, bədən hərarətli, tərliyibdi, paltarlar hamısı islanıbdı. Qulağıma elə bil erməni dilində danışıq səsləri gəldi. Orxan yanımdaydı. Mənə dedi ki, Orxan, nəsə qulağıma belə qeyri-adi səslər gəlir, erməni dilindədir. Dedim, qardaş, sən erməni dilini hardan bilirsən? Dedim, mən Qərbi Azərbaycanlıyam, erməni dilini qəşəng bilirəm. Bunlar vallahi ermənidir. 30 saniyə təxminən belə Orxan qarşı tərəfi müşahidə edəndən sonra qəfil döndü, dedi ki, qardaş, ermənilər gəlir. Dedim, nə danışdın? Dedi, hə, qabaq tərəf doludur erməni ilə, özə yaxınlaşıblar. Dedi, sən qaç, tez Aqil müəllimə xəbər ver ki, əks hücum başladı. Aqil müəllim bütün heyəti hücuma hazır əmrini verdi. Gözləmə mövqeyini seçdik. Düşmən zəncirvarı gəlir, bir anda elə bil düşmən tam yaxınımıza gəldi. Ateş komandası verildi, başladıq atışmağa. Çox güclü atışma getdi. Güllabarandan nə danışıq eşidilir, nə komanda eşidilir. 1-2-3 saata qədər dayanmadan atışdıq. Hava işıqlaşana qədər gözümüzü qırpmadan qarşı tərəfi müşahidə elədik. Hava işıqlaşanda çox belə bir dəhşətli bir mənzərə çıxdı qarşımıza. Meyitlərin hamısı qalmışdı orada. İşlərində rus əsilli insanlar var idi. Bir neçə dənə qara dərili var idi. Bir dənəsi var idi, qara dərili 2 metrə bəlkə də boyu var idi. Baxırdım belə 3 dənə adam boydaydı. Bizə tapşırıq gəldi ki, Füzuli rayonuna köməyə getmək lazımdır. Çox ağır bir döyüş tapşırığı verilmişdi. Gəldim evə. Təbii ki, indi mən evdə deyə bilməzdim ki, mən gedirəm düşmən arxasında döyüş tapşırığına. Soruşdum ki, uşaqlar hanı? Dedilər ki, uşaqlar həyətdə oynayır. Nəysə, çağırdı, uşaqları gəldilər, hər ikisi qapının ağzında birini sağ qoluma, birini sol qoluma belə keçirtdim. Bunu da belə iynədim, belə bunu da iynədim. Ürəyimdə dedim ki, bəlkə bir də görüşmədik. Biz gəldik Füzuli rayonuna. Füzuli rayonunun Xarı Dilağarda kəndində. Kəndin kənarında mövqe tutduq Peykanlı yüksəkliyində. Ermənilər də Qazardaydılar. Qacar Dilağardadan gözdən baxanda görsənir. Kəndə odlamışdılar. Ermənilər kəndə bütövlükdə od vurmuşdular. Alovu biz gözlərimizlə görürdük. Orada Füzuli rayonunun yerli özünün müdafiə dəstələri var idi. Səmədin batalyonu, Yaponun batalyonu. Onlar erməniləri həmin yüksəklikdən vurub atmışlar geri. Və posta mövqeləndik. Oktyabrın 13 günü idi. Gün ikinci yarısı olardı.
ermənilər tərəfdən qəfil ağır texnikanın işə düşməsi səsi gəldi. Bir mənalı olaraq səs gələn istiqamətə mən diqqətimi yönəltdim. Qarşı tərəfi müşahidə elədim, gördüm ki, bir BMP gəlir. 5-3 dəqiqə fasiləsi ilə gördüm ikinci bir texnika da gəlir. Bu tankdır. Dalla 3-5 dəqiqə fasilə ilə üçüncü texnika da gələndə artıq mən Aqil müəllimə dedim ki, Aqil müəllim, qarşımıza düşmən texnika yığır. Təxmini istiqamət götürüb başladı bunlara koordinat verməyə. Artilleriya atır, mərmi gəlir, düşür, toz duman qalxır, alov qalxır. Biz başladıq atışmağa. O dərəcədə ağır döyüş gedir ki, başını qaldırıb qabaqdakına baxa bilmirsən ki, kim öldü, kim qaldı. Bu məqamda ani bir səs eşitdim, belə bir fit səsi gəldi. Elə bir dənə belə bir siqnal, fit səsi eşitdim və qarşımda qəfil bir partlayış oldu. Düşmən mərmisinin Şaiqin yanına düşdüyünü gördüm. Döyüş yoldaşımız Süleyman qaçdı ona kömək eləməyə və gözümlə gördüm ki, Süleyman da vuruldu. Amma Şaiqin çoxsaylı mərmidən yaranmış qəlpələr nəticəsində yaraları var. Onları sürüyə-sürüyə çıxartdıq döyüş meydanından və geriyə təxliyə eləyə bildik. Amma sağdılarmı, şəhid oldularmı deyə heç bir şeydən həmin müddətdə xəbərimiz yox idi. Başımı belə qaldırdım, gördüm Süleymandır. Məni darta-darta aparır. Sonra birdən qəfil buraxdı. Buraxdı, Süleyman da ani bir belə momentdə qabağımda çöktü. Tam əmin oldum ki, Süleyman da vuruldu və Süleyman hərəkətsiz dayananda elə bildim ki, Süleyman öldü.
Bir də ayıldım ki, harasa bir xəstəxanadır. Bir anlığa mənə elə gəldi ki, biz artıq düşmən əlindəyik, əsir düşmüşük. O ağır işgəncələrə məruz qalan döyüş yoldaşlarım gəldi gözümün qabağına. Sonra başımın üstündə bir medsestra durmuşdu. Mənə nəsə dedi. Bitər imkan eləyib əl işarəsi ilə göstərdim ki, yəni eşitmirəm də, sən qulağım eşitmir. Bu kağız götürüb nəsə yazmağa başladı. Gözlərindən axan yaş məndə müəyyən bir təskinlik yaratmışdı. Biz əsirlikdə olsaq, düşmən mənim üçün belə ağlamazdı. Kağızı yazdı, belə göstərdi mənə. Kağızda yazmışdı ki, Şaiq bacı vurma. Mənəm, Həcərdir. İsrafil Kirvən qızı. Həcər İsrafil qızı Şaiqin başından bir an belə ayrılmadı. Yaralarına məlhəm qoydu, tez-tez sarğısını dəyişdi. Şəfqəti ilə onu sağalacağına inandırdı. Şaiq Məmmədov sakit günlərinin birində onu xilas edərkən ağır yaralanan, yaşamasına ümid qalmayan Süleymanın məzarını tapıb ziyarət eləmək istəyir. Qalxın komissarına xahiş elədim ki, sənə bir döyüş yoldaşımın adını deyim, mümkünsə onun barəsində mənə məlumat ver. Ad familiyasını dedim, dedi yaxşı. 2 gün keçmişdi üstündən, Səfdər müəllim mənə zəng elədi. Bir Abdullayev Süleyman adında birisi var, dedi, burada Əlilərin binasında qalır, Qarabağ Əlidir. Nömrəsini aldım və Süleymana zəng elədim. Şaiq Məmmədov özü mənə zəng elədi. Dedi ki, Məmmədov Şaiq yadındamı səninlə 92-ci ildə bir ildə döyüşdəydik, Füzuli rayonu, Yuxarı Dilağarda kəndi. Mən yaralandım, sən mənə kömək eləmək istəyirdin. Belə deyəndə, anı bir moment elə bil Süleymanda belə bir, necə deyim, bir tormuzlanma getdi, nədir? bir anlıq donduq, qaldıq, inanmadıq. Dayandı, birdən qayıtdı, dedi, qardaşım, mən bilmirəm sən kimsən. Amma adam dedi, ölülərin ruhu ilə oynamaz. Məmmədov Şaiq şəhid oldu, özü də mənim gözlərimin qarşısında. Dedim, Süleyman, mənəm də, mən ölməmişəm. Mən də səni ölmüş bilirdim. Amma şükür Allaha ki, hər ikimiz həyatdayıq. Axırı qayıtdı, dedi ki, yox, mən səni gözümlə görməsəm inanmaram. Mən qaxa getməli oldum. Şaiqin Süleymanı görməyə gəldiyini eşidən cəbhədaşları onu rayonun girəcəyində qarşıladılar.
Səmimi görüşdülər, xatirələr cözələndi. Köhnə dostlar bir-birindən hal-əhval tutdular. Yüreği canlar, burada bir el var diye, siz deyin harda. Nəhayət, 20 il bir-birini şəhid bilib xəyallarında yaşadan silahdaşlar Qum kəndində tapışdılar. Mən ayılanda özümü əməliyyat stolunda gördüm. Əsgər dostlarımla həkimlərin mübahisəsini eşitirdim. Həkimlər mənim yaramın ağır olmasını nəzərə alaraq əməliyyat eləmək istəmirlər və deyirlər ki, buna istifadə olunan tibbi ləvazimat çox xəstələrə lazım olar. Çünki bu xəstə artıq qeyri-mümkündür ki, sağalsın. Amma mənim əsgər yoldaşlarım təkid elədilər ki, yox, siz bu əməliyyat eləməlisiniz və beləliklə mənə əməliyyat olundu. Bir-birimizin şəhid olmasını düşünürdük, ancaq Allahın qisməti belə gətirir ki, biz hər ikimiz sağ qalmışıq və 21 ildən sonra bir-birimizlə ünsiyyətə girmişik. Təyinatlı qüvvələrdə xidmətim zamanı düşmən
dilinin tədrisini mən həyata keçirmişdim və bu artıq Vətən müharibəsində öz bəhrəsini verdi. 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış şəhidimiz İsmailov Camalın erməni dilində düşmən tezliyinə daxil olaraq düşmənin böyük sayda qüvvəsinin geri çəkilməsinə səbəbkar olmuşdu. Və şəhidimiz İsmailov Camal olmaqla bütün şəxsi heyətə düşmənin dilini, yəni erməni dilinin öyrənilməsində Məmmədov Şaiqin rolu əvəzsizdir. Həqiqətən də cənab polkovnikin bizim üzərimizdə əziyyəti çox böyük olub. Cənab polkovnik bizə hər zaman təlimlərdə, dərslərdə, hər zaman vətəni sevməyə, vətənə bağlı olmağı öyrədib. Düşmənin dilini bilmək bizə nə qədər kömək olduğunun biz şahidi olduq. Camalın ölümü mənə çox pis təsir elədi. Camal İsmailov idi, Cəbrayılov Sübhan idi. Bunlar mənim çox yaxın olduğum silahdaşlardan idilər. Eşidəndə ki, yəni, ən azından orada mənim də zərrə qədər payım olub, buna çox sevindim. Və düşünürəm ki, bundan sonra da düşmən hər hansı bir təxribata əl atsa, dəmir yumruq oradadır. Yenə də biz öz sözümüzü deyəcəyik. Necə ki, bizim yetirmələrimiz layiqli sözlərini dedilər. Şaiq Məmmədov Vətən müharibəsində 44 gün gecə-gündüz demədən komandanlığın şəxsi heyət və texnika ilə bağlı sifarişlərini təmin etdi. Ali Baş Komandan İlham Əliyev polkovnik Şaiq Məmmədovu 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif elədi. Şaiq isə cəbhədaşları ilə birlikdə Şəhidlər Xiyabanına gəlib şəhid qardaşlarına qələbə müjdəsi verdi.